bizim bu zikrə, təzəkkürə ehtiyacımız var. Zikr, yəni bir şey xatırlatmaq, yada salmaq. Quranın bir adı da zikirdir. Quranın neçə dənə adı var da bilirsiniz. Kitabdır, tənzildir, zikirdir. Bunlar adlarıdır. Furqandır. Quranın adlarıdır. Bir ad da zikirdir ki, bu zikir bizi qəflətdən oyadır. Bizim oyanışa ehtiyacımız var. Hər mərhələdə oyanışa ehtiyacımız var. Baxın, təbiətdə hansısa hadisələr baş verəndə insanların belə deyək ki, batinində bir oyanış əmələ gəlir. Bir dəfə 2000-ci il zəlzələ oldu, yadınızdadır, bir çoxlarının yadına gələr. Onda hamı küçəyə çıxmışdı. Qəfil bir hadisə idi. İnancı olan da, olmayan da, Allah'ı tanıyan da, tanımayan da, dinli də, dinsizə hamı Allah'ı çağırırdı. Ay Allah özün kömək ol, Allah'ın bəlası nazil olur filan. Ta fikirləşmirdi dünənki əməllərimə görə elə Allah'ın bəlası nazil olmalıydı. Bu bir dənə zikirdi, oyatdı qəlbləri. Ki yaradan var, onun bir qüdrəti var ki, o qüdrətini tətbiq eləyəndə sənin qaçmağa yerin olmur. O qəflətdən insanları oyadır. Bugün də baş verən hadisələr insanların çoxlarını qəflətdən oyatdı. Çoxlarını qəflətdən oyatdı. Şəhid-i əzəmmizin şəhadəti yatmış qəlblərin çoxunu oyatdı. Bir çox mənfur insanlar var idi. Ləyaqətini, şəxsiyyətini vara, dövlətə, pula satmış insanlar var idi. Deyirdi ki, İranla İsrail elə müttəfiqdilər, əl altdan iş görürlər. Bunu efirdən deyirdilər. Elə o da onların adamlarıdır. Belə-belə bu insanların təsiri, sözünün təsirinə düşən insanların içərisini oyatdı, qaynatdı. Gördülər yanlış bir yoldadılar. Bu qəflətdən oyanmaq budur. Qəflətdən oyanandan sonra insana istiqamət lazımdır. Mərhum İmam Xümeyni rəhmətullah aleyh Qarbaçova məktubunda nə yazırdı? Yazırdı ki, Sovetlər dönəminin süqutunu, onun sümiyinin şaqqıltısını eşidirəm. Dağılır ucu. Bunu deyir hardasa 80-cı illərdə, 83-84-cü illərdə. Elə onda Sovet hökumətinin asan kəsən vaxtı idi. Deyir ki, mən bu sümiyinin şaqqıltısını eşidirəm, amma nəbada yanlış yola tərəf gedəsiniz, həqqə tərəf gəlin. İndi insan ki, qəflətdən oyandı, gərək diqqətli olsun ki, hansı istiqamətə gedəcək. Yuxudan duran insan gözü ciharı getməni çox bilmir. Çaşır o tərəfə gedir, bu tərəfə gedir, özünə gələnə qədər. Bunda insan diqqətli olmalıdır ki, Qur'ana tərəf getsin. Niyə? Hudən linnas və bəyyinat minəl huda vəl furqan. Çünki haqla batili açıq-aşkar eləyən kitab Qur'an-ı Kərimdir. Ona görə bunun ipindən yapışıb getmək lazımdır ki, qəflətdən ayılanda biz yanlış yola düşməyək. Orada yanlış yola düşmək ehtimali çox böyükdür.